Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali tahirin. Biz Fatih surəsi barədə ümumi bilən məlumat götürdük, yığdıq, dedik və Bismillah, indicə başlayırıq Bismillahirrahmanirrahim ki, ümumi bir dənə Bismillahirrahmanirrahimə baxacağıq və sonra xüsusi baxacağıq ki, bir-bir baxacağıq. Və Əli əleyhissalam buyurur ki, bütün Quran Fatihədədir, Fatihədə olanlar Bismillahdadır və bütün o Bismillahda olanlar bir dənə bə hərfindədir, bədə də nə varsa onun nöqtəsindədir. Həmin o nöqtə də mənəm. Bu nə deməkdir? Və yəni nə? Yəni bu o deməkdir ki, bir neçə dənə ehtimal var, ki, iki dənə ehtimal deyəcəyik. Bir ehtimal budur ki, bə hərfi, nöqtə olmadan bə hərfinin bəliyi bilinməz. Yəni Bismillahın bısı bilinməz ki, nədir orada? Bu nöqtə olmasa Bismillahın bısı bilinməz. Və ikincisi budur ki, bütün o xəttləri əmələ gətirən, həmin nöqtələrdir. Nöqtələr yığışıb bir dənə xətt əmələ gətirir. Yəni bizim bildiyimiz hər xətt nöqtələrin birləşməsindən ibarətdir. Və bu xəttlər birləşib hərfləri əmələ gətirir. Hərflər söz əmələ gətirir. Sözlə də cümlə əmələ gətirir. Yəni bütün məna həmin bə nöqtəsində yığışmasında bir şey yoxdur. Və İmam Sadiq əleyhissalam buyurur ki, bizim şiələrdən bəziləri Bismillahı tərk edirlər. Bismillahı tərk edirlər və deyir, buna görə də Allah onları narahatçılığa salır. Narahatçı salır və buna əsasən bu xəta onların əməl dəftərlərini silinir. Ki, xüsusi insanlardır ki, onlar gərək bəzi şeyləri tərk eləməsinlər. Bəzi şeylər tərk edəndə, başqaları tərk edəndə bir şey olmaz. Amma xüsusi insanlar var ki, Allah onlardan o şeyi gözləmir ki, bu cür şeyləri tərk eləsinlər. Ona görə də bu İmam Sadiq əleyhissalam buyurur ki, bizim şiələr, yəni elə bir onlar Bismillahı tərk eləməsinlər. Heç vaxt Bismillahı tərk eləməsinlər. Həmçinin Bismillahirrahmanirrahim barədə Peyğəmbər sallallahu aleyhi və aleyh buyurur ki, Bismillahla başlamayan işin hər iş əbtərdir. Yəni sonsuzdur, nəticə verməyəcək, heç vaxt nəticə verməyəcək. Biz bir işi Bismillahla başlamadı və Allahdan köməyi bu zaman ona görə istəyirik ki, Bismillah deyirik ki, ilahi, yəni sənin adından başlayırıq və sənin köməyindən başlayırıq. Biz sən adından başlayırıq ilahi, yəni bizə də bu işdə kömək ol yine. Bunda hər zaman istəyir, hər zaman Bismillah deyəndə biz Allahdan kömək istəyirik. Allahın deyəcək, onu isimdə də açılmasını deyəcək. Sonra İmam Sadiq əleyhissalam buyurur ki, Allah səmadan açılışı Bismillahirrahmanirrahim olmayan heç bir kitab göndərməyib. Bu bir surənin sonu və növbəti surənin başlanğıcı yalnız Bismillahirrahmanirrahimlə bilərdi ki, biz bunu keçən bəhsimizdə demişdik ki, surələr həmin Bismillahla ayrılır. İndi burada birinci nə gəlir? Birinci ismi Allah ki, birinci bə gəlir. Bə hərfi burada kömək istəmək mənasındadır. Nə kömək istəyirik biz? Çünki insan zati olaraq ehtiyaclıdır. Zati ehtiyac var ki, heç bir insan bunu özündən qırağa ata bilməz. Heç bir insan. Mümkündür bu dünyada o hər hansı bir qazanc, mal, mülk insanı elə bilsin ki, o ehtiyacsızdır. Amma zati ehtiyac ki var ki, o bəli, burada bir neçə il bilər. Ən azı sonradan bəlkə başa düşmədi. Axır o ki, öldü, getdi. O yanda biləcək ki, həqiqətdə bu ehtiyaclıymış. Yəni biz burada heç bir insanı, heç bir insanı və heç bir şey, qəti heç bir şey onu əbliyindən, bəndəliyindən çıxarda bilməz, ehtiyaclılığından heç vaxt çıxarda bilməz. Ona görə də mütləq ehtiyaclı olduğumuza görə və mütləq şəkildə möhtac olduğumuza görə gərək bütün işlərdə mütləq ehtiyatsız olan Allahdan kömək istəyək. Bunun üçün bizə lazımdır ki, Allahdan kömək istəyək və burada hətta bu bir ismi Allah, yəni Allahın adından kömək istəyirik. Və burada da Allahın adlarını ona vasitə qoşuruq.
Yəni o ki vasitəni icazə edə bilməyənlər hər bismillahlarında bunların vasitə var. Hələ biz Allah pək kəlməsinə deyəcəyik. İsmin özü vasitədir. İndi isim nədir? İsim yüksəklik, ucalıq, həmçinin nişanə mənasında gəlib. Nişanə mənasında gəlib. Və mümkündür biz burada iki mənanın ikisini də götürək. Həm ucalıq, həm nişanə mənası. Çünki bir şey ucalanda nişanə olur. Ucalanda artıq o nişanəli bilinir. Görsəniz ki, belə bir şey var, nişanə olur. Amma biz nişanə sözünün, nişanə mənasının üstündə dayanırıq. Bizim fikrimiz burada nişanə mənasıdır ki, Allahın nişanələrindən kömək istəyərək başlayıram. Və burada Seyyid Əbdüləla Səbzəvari rəhmətullah buyurur ki, istər yüksəklik olsun, istərsə də əlamət mənası olsun, bəsmələnin zikri, yəni Bismillahirrahmanirrahimin zikri bəndənin özünü Allah Taalaya izafəsini zahir etməsidir. Bəndənin özünü Allaha əlavə edir. Çünki hər şey ki Allah əlavəsi oldu orada, məsəl üçün o şərəf tapacaq. O qabağa gedəcək. Bir dənə xüsusi bir dənə şərəf tapacaq. Çünki məsəl üçün baxın, evin özündə, ev deyəndə belə bir şərəfli bir şey yoxdur, evdir də. Amma Allahın evi deyəndə, Allaha izafə olunanda, o yüzden orada Allah kəlməsi olanda o özü şərəf tapacaq ki, həmişə belədir ki, biz də Bismillahirrahmanirrahimdən özümüzü bir dənə Allaha izafə eləyirik. Allaha əlavə eləyirik işimizə. Və nə qədər ki, hər hansı bir işdə ki, Allah izafəsi olsa, Allah o işə əlavə olunsa, heç vaxt o iş əbtər olmaz. Və bu izafə də nədir? Allahın isminin zikri ilə daha şərəfli tapacaq. İsmin zikri ilə daha şərəfli tapacaq ki, həmin bəndənin də onu ilə, o Bismillahla məqamının ucalmasına gətirib çıxardacaq. Həm o adın özü ucadır, həm o ad hara əlavə olundu, o da o ilə bir yerdə ucalır. İndi biz burada bir dənə bəhsə toxunuruq ki, çox mühümdür. İmam Sadiq Əleyhisselamdan bir hədisimiz var ki, bu ağa buyurur ki, həqiqətən Allah bizi ən gözəl yaradıb, ən gözəl şəkildə şəkilləndirib. Bəndələrinin arasında gözü, danışan dili, bəndələrinə mehribanlıq, rəhmət ilə açıq əli, ona yaxınlaşmaq üçün üz, yəni Allahı tanımaq üçün. Biz vəchullahdır deyən Əhl-i Beyt, yəni o şeylə ki biz Allahı tanıyırıq, onlardan da biri Əhl-i Beyt əleyhissalamdır. Ona yaxınlaşmaq üçün üzüdür, yəni tanınan sifətidir Allahın. Ona işarə edən qapıdır, yerində və göyündə xəzinələri qərar verib ki, Əhl-i Beyt əleyhissalama Allah bu cür qərar verib. Bizimlə, İmam buyurur ki, çox əzib ki, bizimlə ağaclar meyvə verir, meyvələr yetişir, gündüz olur, göydən yağış enir, yerin otlaqları bitir. Ki, indi də bu İmam Zaman Əleyhisselamın xatırı olan şeylərdir. Bizim ibadətlə Allaha ibadət olunur. Əgər biz olmasaq, Allaha ibadət olunmaz. Bunun mənası nədir? Hədisin mənası nədir? Biz hədisi nöş getirdik. Birincisi, Əhl-i Beyt əleyhissalam Allahın isimləridir. Allahdan nişanədirlər. Və aləmə gələn feyiz Əhl-i Beyt əleyhissalam qapısı ilə gəlir. Və onlar Allahın halalında, haramında, möhkəm ayəsində, mütəşabih ayəsində, gizlində olanlarını cəmaata açırlar. Və bəndəçilik də onlarla başa düşülür. Bəndəçiliklə onlarla biz bəndəçilik edirik. Çünki nə üçün? Əgər bu halal və haram açıqlanmasaydı, Allahın möhkəm ayələri, mütəşabih ayələri və Allahın gizlinləri bizim üçün Əhl-i Beyt əleyhissalamla açılmasaydı, ibadətlərimiz batıl olardı. Biz bilməzik namaz necə qıraq, dəst namazı necə alaq ki, hələ o külək bizi vurub bu yana atardı, bu külək vurub bizi o yana atardı. Və onlar əgərləri Allahın qanunları bizi açmasaydı, bizim o qanunlardan xəbərimiz olmayacaqdı ki, Səqələyn ki, Quran bizə gətirir bir miqdar və o gətirdiyi şeylərdə Səqələyndən, yəni ikinci ağır yük həmin Əhl-i Beyt, Peyğəmbər itirəti onları bizim üçün açır. Və buna görə nədir? Onların vücudları rəhmət və neymətdir. Ki, həmçinin Əhl-i Beyt əleyhissalam Allahın ən gözəl adları bizik hədisi və onların Allahın adı olduqlarına dəlalət edən hədislər və bu o deməkdir ki,
onlar, çünkü bizim fikrimiz burada bir başqa cürdür. Buyurur ki, biz deyirik ki, onlardan sonra isə onların xəttini tutan yaxşı insanlar da Allahın nişanələridir. Çünki onlar da Allahı xatırladır və Allahın isimlərinin, o adlarının məhzəri, bir dənə görünən yeri onlarla olur. Onu həmçinin deyək ki, hər bir harda qanunların nəticəsi xeyir olan Allahdır və insan möhtacdır, kömək tələbindədir. İnsan köməyi də Allahdan istəməlidir və Allaha əli çatmadığına görə onunla məxluqların arasında vasitə olan nə var? Bir dənə isimlər var. Bu isim nədir? Allah'dakı xüsusiyyətləri özündə cəm eləyir. Və yəni nöqsansızdır. Heç bir nöqsanı yoxdur. Allah'dakı xüsusiyyətlər düzdür ki, məxluqdur. Amma Allah köməyi ilə, Allah izni ilə və bunların özlərinin çalışmaqları ilə onlar nöqsansız olublar ki, Əhl-i Beyt əleyhissalam nöqsansızdır. Və onların yəni heç bir günahı yoxdur, nöqsanları olmayıb. Həmin onlar isə nədir? Müəyyən qanunları aşılayırlar ki, o qanunların nəticəsi də hər bir halda xeyir olur. Ki, onlar da Allah qanunlarını bizə çatdırırlar və onlar da qanun qoyanda da hər bir halda nəticəsi xeyir olur. Buna əsasən də ki, nədir? Məsumlar əleyhissalam da qanun qoya bilərlər və üçün biz indi deyəcəyik. Allah da müəyyən, Allah üçün nə üçün? Allah onlara müəyyən şəxslərə icazə verib ki, qanun qoysunlar. Və məsəl üçün bizim mötəbər kitablarımızda var ki, Allahın nazil etdiyi namazların 2 rükəti idi. Peyğəmbər sallallahu onlara ki 10 rükətdir, 7 rükətdə artırıb indi 17 rükət olub. Yəni onlar da qanun qoymaq səlahiyyətləri var. Allah onlara o səlahiyyəti verib. Və inşallah Allah kəlməsi barədə danışaq, söhbətimiz tamam. Allah kəlməsi nədir? Allah kəlməsi odur ki, Allahın bütün onun sifətlərinin və kəmalına dəlalət edən yeganə bir dənə kəlmədir ki, Allahdır. Yəni bütün sifətləri hamısını yığır bir dənə kəlmənin, o da adı Allahdır. Və buna əsasən digər adlar çox zaman sifət ünvanında gələ bilər, amma Allah üçün sifət olur. Yəni Allah heç bir kəlməyə, heç bir şeyə sifət olmur. Hər şey Allahdır. Məsələn, ruzi verən, yaradan, hər nə ki sifət var ki Allah üçün, o Allaha sifət olur. Yəni Allah heç bir şey üçün sifət olmur. Həmçinin Allah sözünün cəmi də yoxdur. Təkdədir. Yəni həmçinin bütün Allah elə bir kəlmədir ki, bütün adları tam olaraq əhatə edib. Allah sözünün mənasında isə deyiblər ki, heyrətdə qoyan, ibadət olunan mənasındadır və ilah kökündəndir. Və Qurana baxsınız, ilah sözü alihat kimi cəmlənib, amma Allah sözü heç vaxt cəm olmayıb. Və İmam əleyhissalam buyurur ki, Allah sözünün mənasında buyurur ki, Allah sözünün mənası məxluqun onda heyrətdə olduğu məbud mənasındadır. Məxluq onda heyrətdədir. İmam Baqir əleyhissalam buyurur ki, Allah sözünün mənası yaradılmışın onun mahiyyətini dərk etməkdə və əhatəsinin keyfiyyətində heyran olduğu ibadət olunandır. Hər iki hədis bir-birinə yaxın mənalardadır. Yəni Allah elə bir varlıqdır ki, onu dərk etməkdə hamısı, onu dərk etməkdə və onu əhatə eləməkdə, əhatəsinin keyfiyyətində hamı heyran qalıb və elə bir ibadət olunandır ki, hamını heyrətdə qoyub. Həmçinin bunun hicablanmaq mənası da var və həmçinin yəni Allahın məxluqlardan hicablandığı kimi də məna gəlib. Və bu yuxarıdakı 2 hədis və bu hədis və bu söz və eyni mənaya gətirib çıxardır. Və elhamdülillah və sallallahu alə Muhammedin və alihil əthar. Allahumma salli alə Muhammedin və ali Muhammed.